Yayın əsl ləzzətlərindən biri olan spanful reseptini bir də mən sizlər üçün hazırlayım dedim. Kremi üçün orta boy 6 qalın bir qazana şəkər tozu, yumurta, un, qarğıdalı nişastası əlavə edib, üzərinə bir stəkan süd tökdüm. Çırpıcı ilə yaxşı qarışdırıb südün qalanını da əlavə edib ocağa yerləşdirdim. Orta odda əlimi saxlamadan qaynayana qədər qarışdırdım. Qaynara düşdükdən sonra 1 dəqiqə daha qaynadıb ocaqdan götürərək tez soyması üçün şüşə qaba boşaltdım. Alt təbəqəsi üçün hazır satılan keksi çəngəllə və ya əlimlə əzib, yaxşıca ovuntu halına gətirib, üzərini də səliqəyə salıb hələlik kənara qoydum. Soyuyan kremin üzərinə qaymağı əlavə edib yaxşıca 2-3 dəqiqə qarışdırıb, hazırladığım keksin üzərinə tökdüm. Üzerini səliqəyə salıb hələlik kənara qoydum. Əlavə bir qazançada şokolad və qaymağı vamodda əridərək hazırladığım sponfulun üzərinə tökəcəm. Daha duru olmağını istərsəniz qaymağı miqdarını artıra bilərsiniz. Hər tərəfinə səliqə ilə yaydım. Budur artıq sponfulum hazırdır. Soyuducuda gözlədəndən sonra üzərinə rəndədən keçirdiyim şokoladı da səpdim. Bu qədər çox sadə, amma çox ləzzətlidir. Soyuq halda yeməyinizi tövsiyə edirəm. Videodakı ərzaqların miqdarını açıqlamalar bölməsində qeyd edəcəm. Videonu bəyənib paylaşıb səhifəmi izləyərək rəy yazmağı da unutmayın. Allah'a əmanət olun.